Bəli, doğrudan da əziz valideynlər, əziz analar, bacılar, evladlarınızı siz bizdə nəinki gündüz, həm də gecə yatılı bağça olaraq fəaliyyət göstərən Humay uşaq bağçasına yəni ki, etibar edə bilərsiniz, güvənə bilərsiniz bizə. Burada uşaqlara 24 saat xidmətində durulur, gündə 5 dəfə qidalanmadır, həm də burada tədris də var, ingilis dili, rus dili, gündə 5 dəfə qidalanma. Qidalanmamız ev konseptində hazırlanır burada. Yəni iş xanımlarımız, simində olan analarımız, hansı ki uşaqlarını qoymağa yəni yeri olmayan xanımlarımız, güvənilən adam olmayanda, yəni bura gətirib uşaqlarımızı bizə etibar edə bilərlər. Çox sağ olun. Bəli. Baxdınız video görüntülərə. Hörmətli gənc analar. İşləyirsiniz, bəzən məşğul olursunuz, konsertdə, nə bilim, olur da səyahətə çıxırsınız. Onda bizim gördüyünüz xanım Humay Körpələr Evinin rəhbəri artıq o anaları dəvət edir ki, biz uşaqlarınıza baxa bilərik. Axşamlar burada qalmaq şərtinə gəlsinlər Humay Körpələr Evinə. Və bugün aktrisa Gülçörə xanımdan danışacağım. Abdullayeva Gülçörə xanımdan artıq onu hədələyirlər. O çalışır Azərbaycan Akademik Musiqili Teatrında çalışır. Gözəl aktrisalardan birisidir, gözəl insanlardan birisidir. Ona hədə qorxu gəliblər və deyiblər, Gülçörə xanım, bizlə işin olmasın, bizdən pul istəmə. Yoxsa səni maşınımızın təkərinin altında qoyub üstündən keçərik. Hörmətli Günəşli İnşaat şirkətinin rəhbərləri, əməkdaşları sizə kim ixtiyar verib ki, siz aktrisamızla belə davranırsınız? Özünüzü inandırmışsınız bu xanıma ki, biz nə bilim Hövsanda, biz Günəşlidə, biz orada, burada həyət evləri tikirik və satırıq. Xanım da qəpi-qəpi yığıb, pulu üstünə qoyub, belə deyirlər də, yatırım edib, gətirib sizə təqdim edib. 14.000 verib, 2.000 də ayrıca verib sizə pulu və siz nə evi tikmişsiniz, nə də onun pulun parasını geri qaytarırsınız. Niyə? Hansısa verilişə çıxırsınız, kiməsə 100 manatlıq, bildiyimə görə bir hədiyyə alırsınız, 100 manatlıq nəsə edirsiniz, sonra deyirsiniz ki, biz xeyriyyəçiyik. Siz Gülçörə xanım Abdullayevanın pulunu qaytarın, sonra xeyriyyəçilik edin. Siz insanlardan pul alırsınız, külli miqdarda gedib 100 manat hardasa bir iş görürsünüz, xeyriyyəçilik edirsiniz. O xeyriyyəçilik deyil, Allah onu qəbul etmir. Gülçörə xanımı elə də böyük imkanları yoxdur. Uzun illərdir o, məhz akademik musiqili teatrında çalışır. Əzabla, əziyyətlə, yenə də deyirəm, elə yüksək əmək haqqı da yoxdur onun, o xanımın. Niyə onu aldatmışsınız? Niyə görə? Burada adı da yazılıb Firutan Məmmədov. Deyir ki, məni aldadıb, dələduzluqda pullarımı əlinə keçməsi azmış ki, məni təhqir etməkdən də çəkinmir. Deyir ki, artistsən, get artistlikini et. Təbii ki, o tanınmış aktrisalarımızdan birisidir. Bəli, səhnədə lazım olacaq, öz rollarını məharətlə ifa edəcək. Deyir ki, pul yoxdur. Bu, o Firutan Məmmədovun sözləri. Deyirəm, maşını var. Gülçörə xanım deyirəm, maşını sat, pulumu ver, hədə qorxu gələrək deyir ki, bu maşını satmaq üçün yox, sənin üstündən keçmək üçündür. Şikayət etsən gözləmədiyin yerdə üstündən keçəcəyəm. Hörmətli, yenə dedim, bir qəribə adı var. Firutan Məmmədov. Qanunlarımız var. Bizim polisimiz var. Xanımın hüquqları var. O hüquqlarını müdafiə etməyə hazırdır. Hər birimiz də onun yanında olacağıq. Sizə kim ixtiyar verib ki, qadının, aktrisamızın, gözəl aktrisamızın külli miqdarda pulunu almışsan, sonra da deyirsən ki, maşınla sənin üstündən keçəcəyəm. Siz onun ya pulunu qaytarın, ya evini tikin, xanımı evinə təmin edin. Bir də deyirəm ki, yaxşı ki, bizim Azərbaycanda sosial verilişlər bağlandı. O qədər sevinirəm ki, bu sosial verilişlər o qədər dələduzlar hazırlayıb buraxıblar şəhərə. Hamısı dələduzlar gəlib otururdu bunların verilişində, pul ödəyirdilər, başlayırdılar özləri reklam eləyib. Onlara etməyin belə. Bizə belə ümumiyyətlə sosial proqramlar lazım deyil ki,
belə dələduzlar da olsun. Aktrisanın pulu geri qayıtmalıdır. Eşitdiniz? Günəşli İnşaat.